Salam, əziz və dəyərli, çox hörmətli dostlar. Hər birinizi salamlayırıq bu gözəl gündə. Allah hər birinizi var eyləsin. Allah bərxudar eyləsin diləyirik. Dəyərli dostlarım, salamlayıram sizləri. Təkrardan bizimlə bərabər olduğunuz üçün, bu dərslərdə iştirak etdiyiniz üçün sizlərə öz təşəkkür və minnətdarlığımı bildirirəm, dəyərli dostlar. Bildiyiniz kimi bugün artıq fəlsəfə tarixi dərslərimizin 10-cu bölümü. Bunu biraz yuxarı qaldırım. İndi düzməliyəm. Aha. Bugün fəlsəfə tarixi dərslərimizin artıq 10-cu mühazirəsidir, 10-cu çıxışıdır və bundan əvvəlki dərslərimizdə biz həqiqətən də xeyli dərslər çıxartdıq. Hətta bundan əvvəl bizim ruh və insan dərsləri də var. İndi o bizdən asılı olmayan səbəblərə görə dayandı hələlik, amma davamı gələcək dəyərli izləyicilər, narahat olmayın, onu yarımçıq qoymayacaq. Təxmini bilmirəm, bir 26-27-də mi, 29 mi belə bir ümumi çıxış olmalıdır. İndi vaxtaşırı gələcək. O biraz qısa olurdu, 11-12 dəqiqə olurdu. Amma inşallah o da gələcək dəyərli izləyicilər. Keçən dərsdən bir sualınız yoxdur, belə başa düşdüm. İzləyicilərimizin də indi bilmirəm. Əgər gələrsə, indi bu əvvəlcədən çəkilir deyə mən görmürəm o yeni qoyulanlar. Amma indi vaxtaşırı mən orada görsəm də, lap özüm orada aşağıda cavab rəyi olaraq bildirərəm, dəyərli izləyicilər. Bildiyiniz kimi keçən dərsimiz 9-cu dərsdəydik. Biz keçən dəfə Niccolo dərsindəydik. Machiavelli dərsindəydik. Bugün onu bitirdik. Səhifə 71-dəyik. Maşallah, bir xeyli yol getmişik. Gələcək dərsimiz çox gözəl, dərin dərs olacaq. René Descartes-a qədər artıq gəlib çıxdıq, dəyərli dostlar. René Descartes-dayıq. Bugün isə iyrənc qəddar, bu biraz uzundur doğrudan da bu da, iyrənc qəddar və qısa bu dərsdəyik, dəyərli izləyicilər. Bunu ki, belə deyək ki, bundan əvvəl olaraq bizim bir çıxışımız da var idi. Onu da sizlərə bildirmək elə başa düşürəm ki, çox mühüm olardı. Bilirsiniz ki, bizim gündəlik silsilə çıxışlarımız var. Ağıl və yaşayış, belə adlı bir çıxışlarımız var. Hər dərslərdə biz bu çıxışları edirik və bu çıxışların nəticəsində də həqiqətən paralel şəkildə həm kitabda olan dərsindən, həm də bu dərslər həqiqətən də üst-üstə düşür. Mənim demək istədiyim odur, dəyərli dostlar. Bugün 4-cü çıxışımızdır. Ağıl və yaşayış mövzusunda. Hələ biraz yolumuz var. İndi bu mövzu bitəndən sonra başqa bir mövzuya qədəmlərimizi qoyacaq inşallah. Hamısı bir-birindən paraleldir da. Ağıl və yaşayış 4-cü çıxış. Ümumiyyətlə, ağıl və yaşayış, bunların hər ikisinə keçən söhbətlərdə müəyyən qədər tərif verildi. Ona görə təkrar tərif vermək istəmirəm, amma yenə də şablon bir-iki qeydlərimiz olacaqdır, dəyərli dostlar. Bunu da bəri başdan həmişə deyim, həmişə də deməyi özümə borc bilirəm ki, insan sadəcə düşünən deyil, yaşayan bir varlıqdır, dəyərli dostlar. Bugün həmişə ağıl yönünə davam edirdik, bugün yaşayış yönünü də danışmağı özümə borc bilirəm. İnsan ümumiyyətlə, belə deyim ki, insan həmişə yaşayan deyil, insan həmişə düşünən deyil, yaşayan bir varlıqdır, dəyərli dostlar. Lakin burada belə bir şey var ki, hər yaşayan da şuurlu şəkildə yaşamır. Düzdür, hər bir şəxs yaşayır, hamı yaşayır. Amma hamı şuurlu şəkildə yaşamır. Bunu deyirəm. Niyə? Çünki yaşamağın özü onsuz da bioloji bir prosesdir. Yəni bu hamıya, hər insana da xas olan bir xüsusiyyətdir, heyvana da xas olan xüsusiyyətdir, həşaratlara
və s. Bunlara da həm kiçik böcəklərə də və s. və ilə axır. Yəni bu bioloji olaraq hər bir yaşayan canlıya xas olan bir xüsusiyyətdir yaşayışın özü. Bu bir mərhələ, amma o bioloji yaşayışı dərk etməyin özü şüurlu şəkildə düşünməyi, dərk etməyi tələb edir. Yəni bu nə deməkdir? Lori dildə bunun açıqlamasını da belə verim ki, yaşamağın özünü də dəyərli qılan, yaşamağın da mənasını bizə öyrədən şüurlu düşüncədir. Yəni buna fəlsəfədə də, Aristotel nəzəriyyəsində də buna yaradıcı düşüncə təfəkkürü deyirlər. Bir var düşüncə, bir də var ki, yaradıcı düşüncə təfəkkürü. Bu ikisi arasında xeyli fərq var və əvvəlki çıxışlarımızda biz buna izah verdik. Və ümumiyyətlə bunu demək istəyirəm ki, insan həyatı əslində onun verdiyi qərarların nəticəsidir. Doğrudan da. Yəni insanın yaşadığı həyat onun verdiyi qərarların bir nəticəsidir. Yəni insan həmişə deyə bilər ki, ay başıma bu niyə gəldi, başıma o əslində imtahandır. İmtahandan da əlavə bu zəmini, o hər pisliyi, Allahım niyə belə oldu, Allahım niyə oldu, üzrsən, əstəğfurullah, Allahın üstünə də atmaq doğru deyil, doğru deyil. Çünki bəlkə də sənin xəbərin olmasa belə o şəraiti sən yaratmısan. O şəraiti sən yaratmısan ki, başından keçib bu. Belə bir şey var. Yəni o sənin yaşadığın əslində sənin xəbərin olmadan sənin verdiyin qərarların nəticəsində başına bu iş gəlir. Ona görə hər addımı doğru və dürüst şəkildə, yəni yaradıcı düşüncə təfəkkürünə uyğun olaraq atmaq lazımdır ki, bəlalardan maksimum şəkildə azad olasan. Demirəm, həmişə bəlasız yaşayacaq. Xeyr, mənim demək istədiyim bu deyil. Özünüz bilirsiniz nə demək istəyirəm. İmtahanlar həmişə olur, sınağa çəkilirsən. Allah səni sınayır, köməyə gecikdirir ki, baxasan, sən nə edirsən? Bu öz yerində. Amma bəzən həyatdakı olan o imtahanlar da bizim səhvlərimizin nəticəsində olur. İndi belə bir şey də var. Bu səhvlərdən də dərs çıxarıb artıq qabağa addımlamaq lazımdır. Yəni o keçmişdə ilişib qalmaq lazım deyil. Niyə? Məsəl üçün deyirsiniz, ay mən bu səhvləri niyə belə elədim? Əslində bu fərqli baxış bucaqları var burada. O baxış bucağınla baxmaq çox mühümdür, dəyərli dostlar. Ki yəni o sənin o keçmişdə etdiyin səhvləri indi dərk edirsən ki, indi yanlış etdiyini anlayırsan ki, ona görə də o səhvlərindən dərs alıb belə üzrsən, Lori desə başına döyürsən ki, niyə mən bu səhvi elədim? Dəyərli dost, əzizim, sən bunu dərk etdiyinə görə deməli ağıllanmısan. Biri var ki, ümumiyyətlə ağıllanmayasan, ki o keçmişdə etdiyin səhvlərdən dərs almayıb yenə də davam edirsən, bu başqa mərhələ. Amma biri də var ki, o səhvləri dərk edirsən, amma yenə keçmişdə ilişib qalırsan, bu doğru deyil. Bu doğru deyil. Çünki sən demək ki, o keçmişdə etdiyin səhvləri anlamısan ki, səhv edibsən. Demək, artıq burada bir şuurlu bir proses gedib, şuurlu bir təfəkkür prosesi gedib. Burada əksərə sən sevinib önünə baxmalısan, qabağa addımlamasan və indini yaşamalısan. Doğru şəkildə. Demək istədiyim budur mənim. Yəni hər gün, hər an insan seçimlə qarşı-qarşıya olur. Hər an seçim edir. Və bu seçimlər də tədricən onun yaşam formasını müəyyən edir. Onun yaşayış formasını müəyyən edir. Və bu baxımdan da insan həyatı təsadüflərdən deyil, onun qərarlarının və seçimlərinin məhsuludur əslində. Onun qərar və seçimlərinin nəticəsində yaranır. Demək istəyirəm və burada da ağlın ən mühüm funksiyalarından biri də doğru qərar verməkdir.
Bizim koqnitiv psixologiyada yayınlanacaq inşallah. Çəkiliş gedir. Yəqin ki, tədricən yayınlanacaq. Məsələn, o müasir koqnitiv psixologiya bizə göstərir ki, insan qərar verərkən insan iki sistemdən istifadə eləyir, dəyərli dostlar. İnsan, yəni qərar vermədə, belə deyək ki, idarə etmədə qərar vermə psixologiyası kimdə gedirdi? İndi bu ayrı, amma buradakı bizim söhbətimiz qərar vermədir. Yəni qərar vermədə insan iki sistemdən istifadə edir. Bir sürətli intuitiv düşünmə, bir digəri yavaş analitik düşüncə. Sürətli intuitiv düşüncəyə malik şəxslər hər zaman istədiklərini ala bilmirlər. Çünki ətraflı və belə deyək ki, analitik düşüncə qabiliyyətinə malik olmadıqları üçün bəzən etmiş olduğu seçimlər onun səhv addım atmasına gətirib çıxardır, məcbur edir. Ona görə analitik düşüncə burada belə deyək ki, çox kömək edir. Ona görə də insan çox vaxt sürətli düşünür və sürətli qərar verir. Əslində sürətli olmaq bir yerdə düz deyil. O müasir zamanda bilirsiniz, bunu hamımıza bəlkə də bilmirəm, edirlərimizsə də, həmişə o böyüklərimiz bizə deyirlər, əstəğfurullah, səhv başa düşməyin, böyüklərimizin sözünü mən səhv deyirlər demirəm. Belə bir iddiam da yoxdur. Amma belə bir şey də var ki, hər şeyi sürətli eləmək, o dilləri bizim dildə desə cıvraq olmaq, hər şey sürətli, qaça-qaçdı. Bu da əslində bir mərhələdən sonra doğru deyil. Çünki insan çox vaxt düşüncəsini sürətlə qərar verir, sonra onu əsaslandırır. Bu isə göstərir ki, insanın hər zaman rasional deyil. Yəni, bu da hər zaman rasional olduğunu göstərməmiş olur. Yəni, bu da nə deməkdir? Demək odur ki, ağıl yalnız məlumat toplamaq üçün deyil, düzgün qərar vermək və hər an inkişaf etdirmək üçündür, etdirilmək üçündür. Çünki ağıl olduğu yerdə qalmaq istəmir, hər an inkişaf etmək istəyir. Bu, ağılın bizdən etdiyi tələbdir, dəyərli dostlar. İnsan necə yaşayırsa, əslində düşüncəsini göstərmiş olur. İnsan həyatına və yaşayışına düşüncəsinin çox, belə deyək ki, insan həyatına çox töhfələri var. Nə qədər olmasa da özünü göstərir. Niyə? Çünki düşüncə həyata çevrilməsə, o hələ tamamlanmamış deməlidir. Çünki bu seçimlər davranışa çevrilir, davranışlar vərdişə çevrilir, vərdişlər də yaşayış formalaşdırır. Bu qədər. Ola bilər ki, çətin gəldi, bir daha qeyd eləyirəm. Özüm yazmışam, oxumuşam, indi də sizə deyirəm. Seçimlər bir, qeyd eləyin, dəyərli dostlar, ilə yazırsınız, dəyərli izləyicilərim. Yavaş-yavaş deyəcəm. Bunu istəyirəm ki, bunun üzərində oturub bir düşünəsiniz, təfəkkür edəsiniz. Bu çox mühümdür. Bir, crossword kimi çəkin. Seçimlər davranışa çevrilir. Seçimlər davranışa çevrilir. Davranışlar vərdişə çevrilir. Vərdişlər isə yaşayış formalaşdırır. Son olaraq deyirəm, deməli, seçimlər davranışa çevrilir. Davranışlar vərdişə çevrilir. Vərdişlər də yaşayışı formalaşdırır ki, psixologiyada bu da davranış zənciri kimi izah olunur psixologiyada buna. Yəni, yaşayış deməli, buradan da belə bir nəticə alırıq ki, yaşayış düşüncənin görünən formasıdır. Yəni, o aynə kimidir da, aynada onu əks etdirsən. Görürsən, nə qədər allatsan da, sən necə ki, insan özünü allada bilməz, aynaya qarşısına necə çıxırsa elədir. Sən xəyal eləsən də, məsəl üçün, belə başa düşək də, pis bir paltarda ayna qabağında durursan, sən nə qədər xəyalında belə bahalı, əlvan, gözəl libasda olduğunu təsəvvür etsən belə, həqiqət onu əks etdirmir. Həqiqət onu əks etdirmir. Sənin xarici görünüşün nədirsə odur. Bu da onun kimi. Sən nə qədər, belə deyək ki, özünü başqalarının yanında fərqli göstərsən belə, sənin öz düşüncələrin sənin yaşayışına öz təsirini qoyur.
Yəni bu belə olur, belədir bu belədir. Ona görə də əgər bir insan doğru bildiyini yaşamırsa və anladığını da tətbiq etmirsə, onda onun ağlı demək ki, hələ də praktiki həyata keçməyib, praktiki mərhələyə keçməyib. Praktik nədir? Yəni əməl. Hələ də o seçimdə qalıb, əmələ keçməyib deməkdir. Bizə də lazım olan nədir? Mühüm olan nədir? Onun praktikada tətbiq edilməsidir ki, praktikada tətbiq edilməsə, həqiqi hədəf yolunda addım ata bilmərik axı. Gecikdiririk bunu. Bu mühümdür. Ona görə də bəzən insan özünü çox azad hesab edir. Lakin sual yaranır ki, belə bir sual qoyuram. Həqiqi azadlıq nədir? Sual, həqiqi azadlıq nədir? Cavab, əgər bir insan emosiyalarının əsiridirsə, 2. Nəfsinin təsiri altındadırsa, 3. Vərdişlərinin yönləndirilməsi ilə yaşayırsa, onda onun yaşayışı nə qədər azaddır? Yəni, insan deyir ki, mən azadam. Xeyr, dəyərli insan. Sən əgər ki, nəfsinin köləsisənsə, nəfsin təsiri altındasa, emosiyalarının əsrisənsə, vərdişlərini doğru yolda idarə edə bilmirsənsə, yəni öz nəfsinə, özünə söz keçirə bilmirsənsə, sən hələ azad deyilsən. Azad deyilsən. Ümumiyyətlə, müasir tədqiqatlar onu göstərir ki, insan davranışlarının böyük hissəsi avtomatikdir. O deyil, mən bayaq dedim, indi onunla üst-üstə düşür. Birbaşa sərt, hər şey cəld, qərarlar cəld, yox. Yəni, avtomatikləşib artıq bu. Yəni, analitik düşüncə təfəkkürünə malik deyil. Oturub düşünmür, analiz etmir. Artıq hər şey avtomatikləşdiyi üçün bəzən qərarlarda səhv vermə ehtimalı artıq get-gedə artmış olur. Analitik düşünmək burada çox mühümdür, onu demək istəyirəm. Yəni, insan çox vaxt şüurlu seçim etdiyini zənn edir, amma əslində öyrənilmiş davranışları təkrarlayır. Öyrəndiyi bir şey, sadəcə bir şeyi öyrənib, o öyrəndiyi bir şeyi durmadan təkrarlayır, vəssalam. Və bu baxımdan da azadlıq istəyini etmək deyil, nə etdiyini bilərək yaşamaq çox mühümdür, dəyərli dostlar. Qısa bir məsuliyyətdən də danışım. Məsuliyyətdən də nə deməkdir? Nə deməkdir? Yəni, şüurlu həyatın əsası kimi məsuliyyəti göstərə bilərik. Ümumiyyətlə, bunu da mən qeyd eləmək istəyirəm ki, dəyərli dostlar, insan qərar verirsə, o qərarın nəticəsini qəbul etməlidir. Bu bir, nə olarsa olsun. Çünki o qərarı sən veribsən, dəyərli insan. O qərarı sən veribsən, arxasında da durmağı bacarmalısan. Bu da məsuliyyət anlayışının, belə deyək ki, tərifidir. Və bu baxımdan da məsuliyyət bir növ insanı yetişdirir, onu daha diqqətli eləyir, daha tərtibli və proqramlı edir və artıq nə qədər olmasa da analitik düşüncə təfəkkürünə malik edərək qərarlarını daha da şüurlu şəkildə verməsinə təşviq etmiş olur. Amma məsuliyyətdən qaçan şəxs isə, bilirsiniz ki, müasir dövrdə bu hər zaman var. Birinci, məsuliyyətdən qaçan şəxs hər zaman bəhanə axtarır, günahı başqasında görür, inkişafdan uzaq qalır və hər zaman özünü belə yola verir, öz dəyərini bilmir. Məsuliyyətdən qaçır axı, yox, mən eləyə bilmərəm, mən oxuya bilmərəm, məndə o güc yoxdur, o qüvvət yoxdur, bu doğru deyil. Mənim demək istədiyim budur. Amma bunun əksi olaraq şüurlu insan isə bunu deyir ki, şüurlu insanın deyəcəyi söz baxın budur. Bu mənim seçimimdir və nəticəsi də mənə aiddir. Çox vaxt insanlar nəticədən qaçır, xeyr, dəyərli insan. Bu sənin verdiyin qərarın nəticəsidir. Və o nəticənin də arxasında durmaq sənin öhdəliyinə düşür. Bunu demək istəyirəm. Aydın da hər şey aydındır.
Yavaş-yavaş bitirirəm, keçirəm. Bugünkü dərs qısa olacaq. Sözün düzü çox uzatmayacağım bugün. Çünki olduqca dərindir. Düşünmək lazımdır, təfəkkür etmək lazımdır həqiqətən də. Bir digəri də bunu da deyim, yaşayışın keyfiyyəti necə keyfiyyətləndirə bilərik. Bunu da deyim, bitirirəm. 4-cü çıxış ağıl və yaşayış 4-cü çıxışı bitirirəm. Ümumiyyətlə, insan həyatının keyfiyyətli olması onun bir, necə düşündüyündən, asılı necə düşündüyündən, necə qərar verdiyindən və necə yaşadığından asılıdır. Necə. Bir, necə düşündüyündən qeyd edirsiniz, necə qərar verdiyindən və necə yaşadığından asılıdır. Bu, vəssalam. Yəni, insan yaşayışının keyfiyyəti onun düşüncə, qərar və yaşamağından asılıdır. Vəssalam. Bu, onun yaşam keyfiyyətini ölçmüş olur, müəyyən etmiş olur. Bunu deyirəm. Və bunu da qeyd edirəm ki, əgər ağıl inkişaf edirsə, bu mütləq yaşayışda görünməlidir, özünü göstərməlidir. Yəni, əgər ki, nə demək istəyirəm, inkişaf etmiş ağılda, yəni inkişaf etmiş ağlın nəticəsində danışıq dəyişməlidir, münasibət dəyişməlidir, seçim dəyişməlidir, düşüncə dəyişməlidir, inkişaf xətti açılmalıdır, məqsədləri get-gedə böyüməlidir, cılız məqsədlər qoymamalıdır, ali məqsədlər uğrunda çalışmalıdır. Baxın, bu ağıl inkişafının göstəricisidir. Yəni, əks halda insan elə belə məlumatları yığır. Yəni, o məlumatlar da qəlb yolu ilə hikmətə çevirmək lazımdır. Ona bir məna qatmaq lazımdır, mənalandırmaq lazımdır. Ona görə də bunun əksi olan zaman insan sadəcə məlumatları ağla yığır və həyatında da heç bir dəyişiklik hiss etmir. Və buna görə də deməli, həqiqi inkişaf yaşayışın dəyişməsidir. Doğru yoldan, həqiqi inkişaf. Yekun olaraq da bunu deyirəm ki, ağıl düşünür, qərar seçir, yaşayış isə bunların nəticəsini göstərir. Belə şairanə oldu bəlkə də, amma ağıl düşünür, qərar seçir, yaşayış isə bunların nəticəsini göstərmiş olur. Bu qədər. Son olaraq da artıq bunu bitirirəm. Ondan sonra keçək kitabdan da qısa oxuyum. Və bunu demək istəyirəm ki, insan son olaraq da bir formul verirəm gələcək dərsə qədər. O formula əməl edək, düşünək, təfəkkür edək. Dəyişimi get-gedə günlər keçdikcə özünüz görəcəksiniz, dəyərli insanlar. Bir, insan düşündüyünü yaşayanda. Amma artıq söhbət nədən gedir bilirsiniz də, təkrar deməyəcəm. Pis düşüncə yox. Mən burada onu belə deyək ki, izah etmirəm. Doğru düşüncə haqqında danışırıq. İnsan düşündüyünü yaşayanda, qərarlarını dərk edəndə, nəticələrinə məsuliyyətlə yanaşanda artıq o sadəcə mövcud olmuş şüurlu yaşayır. Veriliş dərsin başındakı sualın cavabı dərsin axırında vermiş olduq, qutarmış olduq. Yəni, insan düşündüyünü yaşayanda, qərarlarını dərk edəndə, nəticələrini məsuliyyətlə yaşayanda, o artıq sadəcə mövcud olmur, şüurla yaşamış olur. Bu qədər bəsit. Cavab buydu, şüurlu yaşamaq. Başda biz nə dedik? Başda dedik ki, insan hər zaman yaşayan varlıqdır, bioloji varlıqdır, amma şüurlu şəkildə yaşamır. Necə şüurlu şəkildə yaşayır və onun şüurlu şəkildə yaşamasının göstəricisi nədir? Bax, budur. Bu qədər. Qaranlıq qalan bir yer yoxdur ki. Sağ olun, sağ olun. Bu qədər. Və sonda da belə bir sual vermək istəyirəm. Bilirsiniz ki, həmişə məndə belə bir xasiyyət var. Axırda bu sualı verirəm, yenə də verməyi özümə borc bilirəm. Bu sualım budur ki, dəyərli izləyicilər, sizə də aiddir. Bax, bu izləyici kimsə elə sən deyə üzr istəyirəm, xitab eləyəcəm, amma bunu siz kimi qəbul edin. Yəni, bu sualın verilməsinə görə bu belədir. Sualım budur, bax, kameraya baxaraq deyirəm. Sən sadəcə yaşayırsan, yoxsa necə yaşadığını dərk edirsən? Bax, sonda bir sual qoydum da. Bir düşünün, öz cavabınızı verin. Əgər ki, qaranlıq qalan bir yer olsa, gələcək dərsdə müzakirə eləyərik. Hələ var
30 neçə dərsimiz var kitabın axırına kimi. Görürsüz, bu qədər. Sən sadəcə yaşayırsan, yoxsa necə yaşadığını dərk edirsən? Və sonda da bu sualı qoyuram. İnşallah ki, əlavə sualınız yoxdur ki, heç qaranlıq qalan bir yer yoxdur ki. Yoxdur, təşəkkür edirəm, dəyərli dostlar. Ona görə də bura qədər hər şey aydın oldusa, istəyirəm ki, mən də keçək öz mövzumuza, qısa bir oxunuş eləyim buradan da. Ondan sonra dərsimizi bitirmək istəyirəm, dəyərli və çox hörmətli izləyicilər. İnşallah ki, Allah bu xidmətlərimizi öz dərgahında ən ali dərəcədə qəbul eləsin. İnşallah diləyirik sizə, əgər ki, faydalı ola biliriksə, bir balaca da olsa həyatınızda müsbət yönlü dəyişikliyə səbəb ola biliriksə, nə xoşbəxt bizə deyirəm. 10-cu hissədəyik, səhifə 71 açıbsınız siz, izləyicilərimiz də əgər ki, oxuyublarsa ki, mən həmişə dostlara da deyirəm, sizə də deyirəm, burada mən dəyərli dostlar, vaxt olmur doğrudan da. Mən nəyə görə, bu kameraman dostlarımız bu şeydə vaxt olmur, çəkilişdə. Yoxsa mən burada dostlarımızla axırda oturub biz gənə oxuyuruq. Amma izləyicilərimizə görə deyirəm, bunun hamısını başdan ayağa nöqtə bə nöqtə oxumağa vaxt çatmadığı üçün. Ona görə mən əsas yerləri oxuyuram. Ona görə sizə də deyirəm ki, sanki bizim nəymişsiniz kimi bunu ətraflı oxuyun. Bir şey də deyim, dostlar həmişə deyir ki, sən Allah bir açıqlama verəcəksən bu yöndə, ver qutar. Dəyərli dostlarım, dəyərli bacı və qardaşlarım, bilirəm, çox təşəkkür edirəm, izləyirsiniz, dəyər verirsiniz. Nə qədər olmasa da, neçə nəfər izləyirsə izləsin, əsas odur, bir nəfər belə olsa onun həyatına biz təsir edə biliriksə, bu bizim üçün çox böyük səvabdır, doğrudan da. Mənə sual edirlər həmişə ki, bu dərslər harada keçirilir, necə keçirilir, nətər olur və biz niyə iştirak eləyə bilmirik, biz də gələk canlı iştirak eləyək və s. Dəyərli dostlar, amma dostlarımız deyir, hamısına cavab veririk biz. Dəyərli dostlar, mənim demək istədiyim odur ki, inşallah ki, gələcəkdə, yaxın gələcəklərdə sizlərlə də, amma limitli sayda sizlərin də iştirakı ilə dərslərimiz inşallah keçiriləcək, dəyərli dostlar. Gələcək vaxtlarda Allahın köməyi. İndi olmur bu ortamda. Sadəcə bizə yaxın olan dostlar və dostların da başqa dostları sırf gəlib ciddi işdir. Yəni, elə şeydə mən tam xoşlamıram. İndi deyəsiz özünü böyük aparır, ona görə elə gəlib, boş-boş gəlib getmək də bir şey deyil. Orada buradan çıxanda sənin bu qapıdan girdiyin vaxtdakı düşüncə ilə, düşüncə təfəkkürünə çıxdığın vaxtdakı düşüncə təfəkkürün arasında müsbət mənada fərq olmalıdır. Bax, o zaman dəyişim olur. Mənim demək istədiyim budur, Ona görə də indi dostlar iştirak edir, amma əsas bu kamera çəkilişinlə olur. Rəsmi YouTube səhifəsində paylaşılır. Mən də istəyərəm sizlərlə yaxından görüşəm. Sizlərin də suallarınızı elə birbaşa canlı olaraq alım. Amma indiki hələ ki bu formatda, video formatında sizlərin qarşısına çıxıram. Video formatında çıxış eləyirəm, dəyərli dostlar. Ona görə çox uzatmadan istəyirəm ki, vaxt da yoxdur. Keçək öz dərsimizə. Deməli, bugün Thomas Hobbes'dur 10-cu dərsin mövzusu. Bu 1588-1679-cu illər arasında yaşamışdır və böyük mütəfəkkirlərdən biri olmuşdur. İngiltərənin böyük mütəfəkkirlərin biri. Və onun haqqında az bilinən məlumatlardan biri isə erkən saatlarda gəzintiyə adətkar olmalısıdır. Hər gün tezdən ta nəfəsi təngiyənə kimi təpələri piyada və yeyin addımlarla dolaşırdı. Gəzinti zamanı qəfil ağlına gələn ideyaları unutmadan qeyd etmək üçün dəstəyində kağız və qələm olan xüsusi əsası da var idi və bu uca boylu, qırmızı sifətli, bığıl və şən adam uşaq vaxtı zəif və xəstəhal imiş.
yetişkin yaşlarına doğrusa o xeyli sağlam görkəm qazanıb və ahıl yaşlarına kimi tenis oynayıb. Çoxlu balıq yeyər, azacıq şərab içər və ciyərlərini məşq etdirmək üçün bağlı qapılar arasında heç kimin eşidə bilməyəcəyi yerdə ucadan mahnı oxuyardı. Və əlbəttə ki, bir çox filosoflar kimi olduqca aktiv bir beynə malik idi. Buraları keçirəm, onun həyat və yaradığı. Özünüz oxuyubsunuz da, dostlar da deyir ki, oxumuşuq, oraları keçə bilərsən. Elə dostlarımız da, izləyicilərimiz də ümid eləyirəm ki, siz də oxuyursunuz, dəyərli dostlar. Deməli, o iddia edirdi ki, buradan oxuyaq. Deməli, o iddia edirdi ki, əgər cəmiyyətin mövcud sistemi dağılsaydı, qanunlar hökm sürməsəydi, insanlar təbiət hakimiyyəti adlandırılan bir cəmiyyətdə yaşayardılar. Və o zaman hər kəs meyli çəkəndə qətl törədər və oğurluq edərdi. Sistemin və qanunların, qaydaların, hüququn önəmindən danışır edərdi və ən azından dolanışığın təmini üçün bu əməlləri işləmək məcburiyyəti doğardı. Və məhdud resurslara malik dünyada xüsusən qida və su tapmaqda çətinlik çəkdiyinizdə başqa insanların sizi qətlə yetirməsindən öncə sizin onları qətlə yetirməniz hər halda daha məqsədə uyğun olardı. Və Hobbes'un təsvirinə əsasən cəmiyyətdən kənarda həyat tənha, yoxsul, vecsiz, acımasız və olduqca qısa olardı. Və insanlara istədiklərini etməyə və istədikləri insanı öldürməyə imkan verməyən dövlət gücü ortadan qalxsa, heç zaman bitməyən müharibələr ortaya çıxar ki, bu qanunu davalarda ham bir-birindən qənimət, ham bir-birinin qəniminə çevirilər. Və bundan betər vəziyyəti isə təsəvvürə gətirmək olmaz. Yəni, belə qanunsuz dünyada ən güclülər belə təhlükə içində yaşayırlar və bizim hamımızın yuxuya ehtiyacımız var və yatdığımız müddətdə hücumlara qarşı acizlik duyuruq. Kifayət qədər hiləgər olacağı təqdirdə ən zəif insanların belə ən güclünü məhv edə biləcək bir qüdrətə malikdir. Və Hobbes belə vəziyyətdən çıxış yolunu güclü bir fərdin və ya parlamentin hakim mövqedə olmasında görürdü. Təbiətin hakimiyyətindən olan fərdlər ictimai müqavilələrə cəlb olunmalı, təhlükəsizlik naminə öz təhlükəli azadlıqlarından imtina etməlidirlər. Və bu cür güclü hakimiyyət olmadığı halda həyat əsl cəhənnəmə dönər. Ona görə hakimiyyət isə həddini aşan istənilən adamı ən sərt şəkildə cəzalandırmaq hüququ verməlidir. O başqalarına qarşı elə davran ki, özünə qarşı eyni münasibəti görəndə inciməyəsən. Yəni, demək istədiyi odur. Çünki Hobbes'un belə deyək ki, dövrün digər mütəfəkkirlər kimi Hobbes sadəcə filosof deyildi. İndi bizim Renesans adamı adlandırdığımız insanlardan idi. Gənc yaşından ədəbiyyatı sevirdi, tərcümələr edirdi. Yalnız orta yaşlarında məşğul olmağa başladığı fəlsəfədə isə o bir materialist olaraq insanların sadəcə fiziki varlıq olduqlarına inanırdı və deyirdi ki, ruh deyə bir şey mövcud deyildir və biz yalnız mürəkkəb mexanizm olan bir bədəndən ibarətik. Və Hobbes ruhun varlığını inkar etməklə özünü bəndam eləmişdi. Onun müasiri René Descartes isə əksinə bədən və düşüncənin bir-birindən fərqli şeylər olduğuna inanırdı. Gələcək dərsdə işləyəcək bu mövzunu, çalışacaq. Yəqin ki, məhz buna görə Hobbes Descartes-in həndəsəni fəlsəfədən daha yaxşı bildiyini və diqqətini əsasən həndəsə üzərində cəmləməli olduğunu düşünürdü. Burada da bitirirəm. Yəni, bu əsas René Descartes-in bu düşüncəsini gələcək dərsdə keçəcəyik. Gözünüz başa düşdünüz, çox ətraflı anlatmağa ehtiyac yoxdur. Çünki hocamızın da bir sözü var. Onda bu yaxın vaxtlarda
ziyarət elədim. Özü burada yoxdur dəyərli dostlar. Türkiyəyə gedib işlə bağlı səbəblərdən. Ona görə dəyərli izləyicilər, dəyərli dostlarım, elə biz ona görə verişlərə də çıxa bilmirik. O yönü də çox mesajlar gəlir ki, niyə dayandı, olmayacaq, olacaq dəyərli dostlar. Olacaq, Allah qismət eləsin, amma bu aralar çox vaxtı yoxdur. Həm də o əvvəlki mediadan bizim mediaya çevrilmə nəticəsində də biraz problemlər yarandığına görə onun verilişləri dayanıldı. Ayrı qrupa onun çəkilişləri ora bağlı idi. Mehmet Hocanın proqramları izləyə bilərsiniz Səbir Dua. Ona görə də o fərqli bir komandaya bağlı idi. Ona görə inşallah ki, yaxın vaxtlarda onun çəkilişi də təkrardan başlayacaqdır dəyərli izləyicilər. Yəni burada nə demək istəyir? Əgər ki, qısa deyirəm. İndi sözüm nə gətirək? Hocamız deyir ki, bəzən mövzuları qısa danışmaq məqbuldur. Bəzi mövzuları da uzatmaq məqbuldur. Burada qısa danışmaq olduqca məqbuldur və lazımdır. Yəni burada nə demək istəyir? Burada onu demək istəyir ki, əgər ki bir qanun, bir hüquq, bir belə deyək ki, qayda, bir dövlət, bir hökumət olmasa, bu zaman insanlar o təbiət düşüncəsi o dedi orada da dediyi kimi. Bu zaman insanlar qayda qanun tanımadığı üçün artıq bir-birlərini əzməyə başlayardılar. Ona görə də üzr istəyirəm, burada da ədalətsizlik baş verərdi. Ədalətsizlik baş verərdi. Bir insan oğurluqlar artardı, oğurluqlar artardı, cinayətlər artardı, pisliklər artardı, insanlar bir-birini əzərdi. Yəni bütün pis şeylər başlardı və o ədalət məhkəməsi də qurulmazdı. Və bu səbəbdən də sistemli bir yerdə yaşamırsansa, orada ədalətsizlik bərqərar olub və bunun nəticəsində də sən normal, doğru, dürüst və yaxşı bir həyat sürə bilmərsən. Və bu sənin həqiqi hədəf yolunda da sənə çox böyük əslində belə deyək ki, çox təsir göstərəcək bu. Bu çox böyük təsir göstərəcək. Çünki ədalətsizlik sistemində ədalətli şəkildə addım atmaq olmaz. Olmaz. Ona görə biz dövlətimizə, Azərbaycan Respublikasına, dövlətimizə, millətimizə, əsasilə hökumətimizə, bütün dövlət işçilərimizə, hökümlərimizə, hakimlərimizə həqiqətən də nə qədər təşəkkür etsək də azdır. Ki onlar çünki belə şeylərin qarşısını alır. Əgər doğrudan da biz bugün rahat şəkildə şəhərdə, orada-burada istədiyimiz kimi rahat şəkildə yaşaya biliriksə, rahat şəkildə gecə yata biliriksə, həqiqətən biz bunu dövlətimizə borcluyuq. Allah dövlətimizi, millətimizi, vətənimizi qorusun deyirik. Allah hər zaman onların yardımcısı olsun deyirik dəyərli dostlar. Ona görə İnşallah ki, bunu demək istəyirəm ki, yəni burada qayda qanun ədalətsizlikdən söhbət gedir. Yəni ədalətsizliyin qarşısını almaq üçün o ədalət məhkəməsinin bərqərar olması lazımdır. Ona görə də o Platonun dövlət əsərində də var bəhs olunur. İnşallah əgər ki Allah qismət eləsə bizim ilərdə indi demirəm, çox var. Gələcəkdə planım var. O əsər üstündə də mən başlayacağam bir müddətdən sonra. Nə yalan deyim, hələ onu geniş mütaliə eləməmişəm, belə başlamamışam, amma o dərslər, gələcəkdə o dərslər başlamağına yaxın biz Platonun dövlət əsərini də inşallah ki mən oxuyacağam dəyərli dostlar. Ona görə elə bunu demək istədim də, yəni ona görə ki hüquq və bu qayda qanun həqiqətən də ədalətsizlik və insanların yaşamağı üçün olduqca böyük əhəmiyyət kəsb edir və buna görə də əgər belə olmasa bu insan həyatına da çox mənfi yöndə təsir edə bilər və insan yaşaya bilməz. Ona görə bu çox mühümdür və biz təşəkkürümüzü bildiririk. Allah bizim dövlətimizi, vətənimizi, millətimizi, hökumətimizi qorusun, diləyirik dəyərli izləyicilərimiz.
Əlavə sualınız varmı, dəyərli izləyicilər ümumi, dəyərli dostlarım? Yoxdur, dəyərli izləyicilərim. Sizin də əlavə əgər ki suallarınız olarsa, təkrardan bizlərə aşağı şərh olaraq yazarsınız. İndi get-gedə ha vaxt yayınlandıqca mən inşallah ki bildirəcəm, oxuyacağam sizin rəylərinizi inşallah. Dəyərli dostlar, bizləri izlədiyiniz, dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər.